Bu videoda sizə Azərbaycanda yeni açılmış Zuvu saytından necə məhsul sifariş verə bilərsiniz, onu göstərəcəm. İlk növbədə onu qeyd edim ki, həmin bu saytdan sifariş zamanı gömrük bəyannaməsinə və Smart Custom'a ehtiyac yoxdur. Qiymətlər də Temudan da belə ucuzdur. İlk mərhələdə daxil olursunuz Chrome-a, axtarış yerinə zuvu.az yazaraq açılan bu səhifədə ilk linkə daxil olursunuz. Daha sonra qeydiyyatdan keçmək üçün sağ tərəfdə olan işarəyə vurub, aşağı hissədə olan qeydiyyatdan keç sözünə klik edirsiniz. Açılan bu səhifədə adınızı, soyadınızı, telefon nömrənizi, e-mail ünvanınızı, şifrə və həmin şifrəni təkrarən daxil edib təsdiqləyirsiniz. Məlumatları doldurandan sonra qeydiyyatdan keç butonuna daxil olub, SMS vasitəsilə göndərilmiş təsdiq kodun həmin bu boşxanaya daxil edirsiniz. Qeydiyyatdan keçəndən sonra qarşınıza belə bir səhifə açılır. Bu gördüyünüz ana səhifədir. Yuxarı hissəsində olan axtarış butonundan almaq istədiyiniz məhsulu yazıb axtarırsınız. Axtardığınız məhsulu səbətə əlavə edirsiniz. Daha sonra aşağı düşərək almaq istədiyiniz digər məhsulları da səbətə əlavə edə bilərsiniz. Almaq istədiyiniz məhsulu səbətə əlavə etdikdən sonra sağ yuxarı küncdə olan səbət işarəsinə vurursunuz. Daha sonra sifarişi tamamla butonuna klikləyirsiniz. Açılan bu səhifədə ünvan axtar bölməsinə öz yaşadığınız adresi daxil edirsiniz. Yox, əgər bölgələrdə yaşayırsınızsa, öz yaşadığınız evə ən yaxın olan Azərpoçtun ünvanını daxil edirsiniz. Yəni, məsələn, siz Gəncədə yaşayırsınızsa, Gəncə Azərpoçt 2000 yazaraq həmin adresi daxil edə bilərsiniz. Sifarişi təsdiqlə və ödə butonuna klik edirsiniz. Daha sonra burada nümunədə göstərilən ad soyadı silib, öz ad soyadınızı, kartın nömrəsini, CVV kodun və bitmə tarixini yazıb ödənişi təsdiqləyirsiniz. Və sizin sifarişiniz poçta daxil olanda da avtomatik olaraq sizə SMS vasitəsilə məhsulunuzun çatmağı barəsində məlumat verilir. Və bu sayt haqqında əlavə suallarınız olarsa, Instagram vasitəsilə Zuvu.az-a birbaşa mesaj yaza bilərsiniz.